Bir neçə hədislərimiz var ki, Əhl-i Beyt əleyhissalamla əgər rabitəmizi çoxaltsıq, Allah Taala bizə 10 dənə dünyada, 10 dənə də axirətdə bəzi nemətlər verəcək ki, onları qeyd eləmişəm, istəyirəm ki, onlardan qısa şəkildə izah eləyim. Onlardan biri budur ki, əgər biz Əhl-i Beytlə rabitəmizi çoxaltsıq, bizə zöhd bir dənə xüsusiyyət yaranar, zahid olarıq. Bəli. Zahidlik yaranar. Zahid o kəsdir ki, dünyanın sevgisi qəlbində olmaz. İkinci budur ki, əgər biz Əhl-i Beytlə rabitəmizi gücləndirsək, təqva xüsusiyyəti yaranar bizdə. Təqvalı olaraq. Təqvanın çox mənaları var. Bir mənası budur ki, insanı günahdan uzaqlaşdırar. Üçüncü budur ki, ibadətdə istək yaranar. İbadətə məhəbbət şövqü insanın qəlbində yaranar. Əhl-i Beytə məhəbbətin nəticəsində. Məsələn, Həzrət Əli deyirlər ki, gecəyə 1000 rükət namaz qılardı. Alimlərdən biri dedi ki, mən yoxlayacağam. Getdi, yoxladı. Bir gecənin içində 1000 rükət namaz qıldı. Dedi ki, mümkündür. Bunu eləmək mümkündür. Yəni, bizdə ibadətə şövq yaranar. Dördüncü budur ki, ölümdən əvvəl tövbə nəsib olar. O insanlar ki, son anda, çətin anda ki, şeytan, iblis bütün qoşununu tökür ki, insanı yoldan azdırsın, o anda tövbə eləmək nəsib olar. Beşinci budur ki, gecə namazı. Əhl-i Beytlə bizim rabitəmiz çoxalsa, gecə namazı bizdə olar. Altıncı budur ki, insanların əlində olanlardan ümidi kəsmək. 7 və 8-ci budur ki, Allahın əmr və qadağalarına diqqətli olar həmin insanlar Əhl-i Beytlə rabitəsini çoxaldar və 9 və 10-cusu budur ki, dünyaya, Allahın məzəmmət elədiyi dünyaya nifrət və 10-cusu isə səxavətdir.